Hansı bayraq bayraqların anası deyirlər? Google-da belə axtarış verəndə Norveçin bayrağı çıxır. Niyə? Çünki burada eyni anda 6 dövlətin rəngləri var. Finlandiya, Niderland, İndoneziya, Fransa, Tayland, Polşa. Əlbəttə, bu sadəcə bir təsadüfdür. Amma Norveç bayrağının Şimali Avropanın digər bayraqları ilə oxşanmasına diqqət yetirin. Buna Skandinav xaçı deyirlər. Bəs o nəyi ifadə edir? Gəlin bayrağı tərsinə çevirək. Kimsə burada qılınc görəcək, kimsə isə xaç. Xristianlığın simvolu. Hər iki fikir sadəcə versiyada. Amma fakt budur ki, bu xaç ilk dəfə Danimarkan bayrağında peyda olundu. Onlar xristianlığı ilk qəbul edənlər idi və sonra bütün Skandinaviya torpaqlarını Kalmar İttifaqı altında birləşdirdilər. Sonra isə plagiat gəldi. Tam oxşar hekayə ərəb ölkələrində var. Onların bütün bayraqlarında mütləq olaraq qara, yaşıl, ağ və ya qırmızı rənglər olur. Bu rənglərin hamısı müstəqilliyin simvoludur. Bu rənglərin hamısı 1-ci Dünya müharibəsi dövründə ərəb üsyanının bayraqlarında görmək olar. O vaxt ərəb Osmanlılara qarşı mübarizədə Britaniya ilə bir yerdə məhz bu bayrağı qaldırdılar. Bəs Azərbaycan bayrağında olan rənglərin mənası bilirsiniz? Şərhlərdə yazın.